Salam dostlar. Könül xanımı sizə təqdim edirəm. Könül xanım bizə Krımdan müraciət edir. Uzun illərdir Krımda yaşayır və Bakıya gəldiyi zaman göl hissəsində böyük ölçülü daşlar vardı və daşların olduğunu bildiyi halda həkimə müraciət etməmişdi ki, onu incitmirdi. Amma havaların soyuq olması ilə əlaqədar və yaxud da başqa bir səbəbdən öz daşından dolayı püstür yaşadı və sağ olsun bununla bağlı səhhətini bizə əmanət etdi. Təcili götürdüyümüz öç kəsəməsində görürsünüz, öç kəsi və üstündə artıq nefrozlar, əmələ gəlib qansızma olacaqları və xəstə demək bizə müraciət edib Krımla. Öç hissəsinin divarının qalınlığını görürsünüz. Təxminən yarım santimetrə qədər qalınlaşır. 14 dənə böyük ölçülü daş var. Öç hissəsinin ölçüsü mənim əlimin ölçüsündən geniş, görürsünüz. 10 santimdən böyükdür. Normadan 2-3 dəfəyə yaxın böyüməsi var. Divar qalınlaşması və bu hallar xəstədə ciddi ağrılarla müşahidə olunur və xəstə təcili cərrahi əməliyyat olunmaq üçün ta uzaq yerlərdən gəlmək məcburiyyətində olur. Bu hallar olmasın deyə belə qalınlaşma və bu öç hissəsinin dibidir. Dib nahiyəsi görürsünüz nə qədər bura özündən belə göyərir və qaralmağa doğru gedir. Perforasiya əmələ gəlir belə durumlarda. Əgər perforasiya edərsə, o halda öt peritoniti yaranır və xəstənin həyatını təhdid edir. Belə hallar olmasın deyə zamanında öt hissənizdə bir və ya bir neçə kiçik daş aşkar edildiyi anda o daşların bu boyda böyüməsini gözləməyin. Görürsünüz, bu daşını kimisə başına vursan, amma çox yüngüldür, çox qəşəngdir. Görürsünüz, 14 dənə belə daş var. Aha, getdi biri, ev yox, götürərik. Əməliyyatımızdan bir həftə, nə qədər? Bir həftə tanıqsın, vaxt keçir. İndi Könül xanım öz təəssüratlarını söyləsin, siz də qulağınız. Mən Azərbaycan dilini çox da bilmirəm, danışacağam rus dilində. Здравствуйте. Я очень благодарна доктору Рамилу, что он меня принял и сделал так легко эту операцию. Операция была действительно тяжелой, так как 14 камней и не маленьких размерах. Так получилось, что очень много лет я терпела эти боли, но приехав в Баку и попав именно в руки этого доктора Рамила, у меня все так благополучно вышло. Мне уже, можно сказать, зажили все раны, и все хорошо. Я вам очень благодарна, доктор. Спасибо. Free audio post-production by alphonic.com.